Salam, hər birinizi xoş gördük. Bugün yeni vlogla sizlərin qarşınızdayım. Evimə, vloguma xoş gəlmisiniz deyirəm. Dəyərli xanımlar, bildiyiniz kimi oğlum əskərdir. İnşallah Allah nəsib qismət eləyərsə, bir həftəyə mi deyim, 3 günə mi deyim, tam günü dəqiq deyil, tam gününü bilmirik. Məzuniyyətə gəlməlidir. İndi inşallah onun gəlməyinə az müddət qalıb. Ona görə də mən başlamışam evləri tökməyə. Deməli, ilk öncə dəyərli xanımlar, qışlıqların bəzilərini ayırmışam. Havalar soyuq olduğuna bəzilərini saxlamışdım. İndi belə hamısını boşaltdım. Gördüyünüz kimi buranın hamısını boşaltmışam. İndi bu 2 dənə qalıb, onları da götürüm. Başlayacağım bunları silməyə və baxın belə. Mən siləndə bunu çıxardıram, silirəm, sonra yenidən yerinə taxıram. İndi başlayacağım, bunu da çıxardacağım, siləcəm. Hər tərəfli silib, yenidən bütün libasları, geyimləri yerinə yığacağım. Bəzi yeni libaslar almışam, bilmirəm onu videoda paylaşmışam yoxsa yox. Yine dediyim kimi başım biraz qarışıqdır. Vloglarıma zaman ayıra bilmirəm. İndi Allahın köməkliyi ilə vloglarıma zaman ayırıb yeni vloglarla sizinlə bərabər bölüşəcəm. İndi isə dəyərli xanımlar, mən başlayım tozlarını alım silməyə, sonra isə paltarları yenidən yerə yığıb sizinlə bərabər bölüşəcəm. Dəyərli xanımlar, bu da tumuçkaların gözləridir. Tumuçkaların gözlərini çıxartmışam. Onun içərisini siləcəm. Ondan sonra ətraflarını siləcəm. Sonra bir də ki, bax bu içəri tərəflərinin hamısını siləcəm. Nəmli salfetka ilə silirəm. Ondan sonra yenidən hər birini yerinə yığıram. Baxın belə hamısını tökdüm. Onların dört bir tərəfini sildim, içərilərini sildim. Burada da yoldaşımın uşağın markalarına, köhnə markalarını kəsmişəm. O kəsdiyim yerləri atmamışam. Onlarla tozları alıb atacağım. Digərləri isə yuyub saxlayacağım. Əzizlərim, mən də Bingo'nun bu sulu salfetkasından istifadə edirəm. Çox da məmnunam. İndi inşallah bitəndən sonra yenə də alacağım. Hər dəfə birini alıb istifadə edirəm. Məmnun qaldığından ikinci dəfə alıram. Olmasa da almıram. Deməli, dəyərli xanımlar, baxın belə birinci marka ilə qəşəng sildim, təmizlədim. Ondan sonra belə nəmli salfetka ilə də üzərindən gedirəm. Azacıq sizə göstərəcəm. Sonra videonu dayandırıb, yenidən silib və hamısını yerinə yığanda sizinlə bərabər paylaşacağım. Baxın belə hamısını silib təmizləyəcəm. Baxın belə oldu tərtəmiz. İndi libasları hamısını bir-bir yerinə yığacağım. Baxın belə dəyərli xanımlar, hər tərəfini sildim, təmizlədim. İndi başlayıram libasları yığmağa. Birinci Uğurun məktəb paltarlarını yığacağım. Sonra isə özümün paltarlarımı yığıb sizinlə bölüşəcəm. İndi qışlıqları ayırdım dəyərli xanımlar. Əlimin altında çox yer tuturdu. Birinci bunları yığacağım. Belə vakumlu kulok almışam. İndi bütün libasları yığacağım ora. Tostoranı da ora salıb tostoranı gücü çəkdiyi qədər çəkəcəm. Ondan sonra ağzını bağlayıb divanın altına yığacağım. Dəyərli xanımlar, bu nə boyda elə bir paltar olur, bidamcı, yəni az yer tutur. İndi baxın belə hamısını yığdım. Baxın belə orada qəşəngcə belə tostoranla elə çəkir. Sonra tostoranı çıxardacaq. Ağzını bağlayacağım. Digər kuloka keçəcəm. Ona da bəzi əşyalarımı yığdım. Ondan sonra ağzını bağladım. Belə hər birini də divanın altında sildim, təmizlədim. Qışlıqlarımı, lazımsız geyimləri, toy paltarımı, ondan sonra kostyumumu lazımsız deyəndə, yəni hər dəfə mənə lazım olmayan əşyaların hamısını yığdım ora.
İndi dəyərli xanımlar, birinci öz otağımı təmizləmişəm. Onun təmizliyi sizinlə bölüşəcəm. Sonra uşaqların otağını bölüşəcəm. Deməli xanımlar, hər yer gördüyünüz kimi hər yerdədir. Kravatın altında nə var? Çıxartdım. Toz soranladım. Ondan sonra biraz acı, biraz da Arap sabunu qatışdırıb həmin məhlulla evlərin hər tərəfini sildim. Burada da lazımsızlar, yəni istifadə eləmədiyimiz libaslar mı deyim, əşyalar mı deyim, ehtiyacı olan ailələrə verdim. İndi qurumağını gözləyirəm. Qurusun. Əşyaların üzərində qəşəng siləcəm, tozlarını alıb yenidən səliqəli şəkildə hər birini yerinə yığacam. Bu da uğurda sizi salamlayır. Bu rəsmlərin hamısını qəşəng hələlik saxlayacağam. Yoldaşım gəlsin, vursa, vuracam, vurmasa yenidən spalinin altına qoyacağam. Lazım olanda çıxardıb istifadə edərik. Baxın, belə səliqəli şəkildə hər birini yığdım. Ondan sonra dəyərli xanımlar, qəşəng belə hər tumuçkaların altını çəkdim, toz soranladım, sildim. Ondan sonra kravatımın altını üstünü qəşəng toz soranladım, sildim. Uğrunda kravatın altını qəşəng toz soranladım. Tozlarını aldım. İndi siləcəm. Daha sonra isə hər bir əşyaları yenidən yerinə yığacam. Daha sonra dəyərli xanımlar, burada da indi siləcəm, onu göstərirəm sizə. Burada da şifanerin içini göstərirəm dəyərli xanımlar. Hamısını baxın, belə bu cür səliqəli şəkildə yığıb qoymuşam. Tərtəmiz. Baxın, belə dəyərli xanımlar, bütün pastellərimizi də dəyişdim. Kravat üstlüklərini də dəyişdim. Pərdələrimi yudum. Ondan sonra döşək üzlüklərimi çıxartmışdım. Onları yudum. Döşəklərimi qəşəng havaya verdim. Yenidən üzlərini tikdim. Bu da mənim şifanerim. Hamısını qəşəng çırpdım, yığdım. İndi bunları götürəcəm, istifadə edəcəm. Öbürlərini də bunların yerinə yığacam. Dəyərli xanımlar, elə demək olar ki, bir dənə mənim qaldı xalçalarım. Yastıqlarımı yudum, sintikon yorğanlarımı yudum. Ondan sonra qəşəng döşəklərimi havaya atdım. O üz bu üz qəşəng havalandı. Daha sonra isə toz acı su ilə, Arap sabunu ilə məhlul düzəldib birinci tozdan anladım, sonra sildim. Həm ayrıca bir də qabda da Arap sabununu qəşəng isti su hazırladım. Ondan qəşəng güzgüləri, termonun, televizoru hamısını qəşəng Arap sabunla sildim. Üzərindən də, güzgülərin üzərindən də camsinlə sildim. Bütün əşyaları yerinə yığdım. Bu otaqla da işlərimi bitirdim. Baxın, termomu da qəşəng belə sərgiyə salmışam. Tumuçkalarımı sərgiyə saldım. Bu qışda istifadə edədiyim yaylıqlarımdır. Altda da piknik üçün, ondan sonra bəzi əşyalar var. Hamısını oraya yığmışam. Daha sonra isə burada da eynəklərdir. Gündəlik istifadə edədiyimiz polkadır bu. Deməli, adaptörləri bura yığıram. Ondan sonra bu da ki 3 dənəsinə 1 manat alıram. Çox gözəl qoxusu var. Bunu paltar yuyan maşında istifadə edirəm. Paltarları yuyanda. Bununla da bu otağı bitirdim. Dəyərli xanımlar, kanalıma abunə eləməyi unutmayın. Like etməyi unutmayın. Öz gözəl sözlərinizdə də rəy bölməsində gözləyirəm. İnşallah uşaqların otağını düzənləyib təmizləmişəm. Onu da edilib sizinlə bərabər bölüşəcəm. Allah'a əmanət olun. Yeni vlogda görüşmək ümidi ilə. Dəyərli xanımlarım, hələlik.